Salam hörmətli abituriyentlər. İkinci qruplar üçün nəzərdə tutulmuş sınaq imtahanı 8-ci izahatına başlayırıq. Birinci sual Ərəb xilafəti və Avropa Hun dövləti üçün oxşar cəhətlər. A. Pireneya yarımadasının ələ keçirilməsi Ərəb xilafətinə aiddir. Oxşar cəhət götürülə bilməz. Sasanlərin məğlub edilməsi Ərəb xilafətinə aiddir. Axun dövləti Sasanlərlə müharibə etməmişdir. Konstantinlə yürüş etməsi, bəli. Hər iki dövlət Konstantinlə yürüş etsələr də bu şəhəri işğal edə bilməmişdilər. İkinci sualımız birinci Göytürk dövlətinə deməli aiddir. Birinci Göytürk dövləti 552-ci ildən 588-ci ilə qədər mövcud olmuşdur. Yəni parçalanmışdır 588-ci ildə. Deməli, avarlara qarşı mübarizə aparılmışdır. Bəli, aparmışdır. Kiyev knyazlığı asılı hala salınmışdır. Xeyr. Hakimiyyət uğrunda mübarizə nəticəsində iki yerə parçalanmışdır. Düzdür, qeyd elədik. Məzdəkilər üsyanın yatırılmasında Sasanlara kömək göstərmişdir. Axunlara aiddir. Qutlu xanın Çin əsarətinə qarşı qaldırdığı üsyan nəticəsində yaranmışdır. İkinci Göytürk dövlətinə aiddir. İkinci sualın cavabı burada 1-3. Üçüncü sual Qaraxani dövlətinə aiddir. Xorasan və Xarəzm ələ keçirilməsi Qəznəvilərə aiddir. Qurlu tayfasının hücumlarına məruz qalmışdır. Xeyr, Qəznəvilər dövləti. Dəndənəkan döyüşündən məğlubiyyətə uğramışdır. Qəznəvilərə aiddir. Laur şəhəri paytaxt deməli Qəznəvilərə aiddir. 11-ci əsrin 40-cı illərdə iki yerə parçalanmışdır. Bəli, 1042-ci ildə Qaraxani dövləti Şərqi və Qərbi Qaraxani dövlətinə parçalanmışdır. Dördüncü sual səbəb nəticə əlaqələrin doğru verildiyi bəndi müəyyən edin. Dördüncü sualda. 7-ci əsrdə ərəblərin Bizans üzərinə yürüşü baş verdi. 7-ci əsrdə ərəblərin Bizans üzərinə yürüşü baş verdi. Deməli, Bizansın Balkanlardakı mülklərini itirdi. Xeyr, düzgün cavab deyil bu. Bizans İmperatoru Yustiniyyanın işğalçı müharibələri Vandal Voskot ərazilərinin ələ keçirilməsi düzdür. Abbasilər xilafəti süqut etdi. Bizans İmperatoru Kipr və Kriti yenidən ələ keçirdi düzdür. 6-cı əsrdə Slavyanlar Bizans İmperiyasında məskunlaşdı. Bizans İmperiyasında quldarlı qaydalar daha da möhkəmləndi. Xeyr, 7-ci əsrdə məskunlaşmışlar. Cavab burada 2-3, 4-cü sualda B bəndi. 6-cı sualda 5-ci sual. Kipr adasını fəth edən Osmanlı sultanı kim olmuşdur? Bəli, bu deməli 2-ci Səlimin hakimiyyəti dövründə belə deyək də Kipr adası Osmanlılar tərəfindən işğal olunmuşdur və 2-ci Səlim daha çox tarixdə Vəli adı ilə ləqəbi ilə məşhurdur. 6-cı sual daha əvvəl baş vermişdir. Bağdadın Səlcuqlar tərəfindən ələ keçirilməsi 1055, Malazgirt döyüşü 1071, paytaxtın Reyvan İsfahana köçürülməsi 1073, Qarakitayların belə deyək Səlcuqları məğlub etmiş Sultan Səncərin hakimiyyəti dövründə olmalı idi bu. Qüds şəhərinin bir dəqiqə Qarakitayların Səlcuqları məğlub etməsi, bəli bu Səncərin hakimiyyəti dövründə olmalı idi. Səlcuqların Qüds şəhərinə ələ keçirilməsi 1099. Daha burada deyir ki, əvvəl baş vermişdir 6-cı sualda. Deməli, cavab burada A variantı. 7-ci sual uyğunluq pozulmuşdur. Kulikova döyüşü Rus knyazları qələbə qazandı düzdür 1380-cı ildə. Kalka döyüşü Rus Qıpçaq qoşunlarının məğlub oldu 1223-cü ildə düzdür. Kulikova 1380, Kalka 1223, Moxaş döyüşü Osmanlı ordusu qələbə qazandı 1526, Terek döyüşü Qızıl Ordu qoşunlarının məğlub edildi 1395, Niqbolu döyüşü Birləşmiş Səlcuq öyləri qalib gəldi 1396-cı ildə. Xeyr, məğlub oldular Osmanlı dövlətinə 1-ci Bəyazidin hakimiyyət dövründə. 8-ci sual Böyük Monqol İmperiyasının hücumuna məruz qalmamışdır. Deyli Sultanlığı məruz qalmışdır. Xarəzm şahları qalmışdır. Səlcuq dövləti artıq imperatorluğu Monqolların dövründə mövcud olmamışdır. İdil Bulqarları, Rus knyazları məruz qalmışdır. 9-cu sual Yüzillik müharibə illərində Osmanlı dövlətində baş vermişdir. Yüzillik müharibə dövrü 1337-1453'dür. Beləliklə
belə deyək də, Ankara döyüşü 1402. Bəli, elə bu aralığa düşür. 9-cu sualda cavab A variantı. 10-cu sual, İngiltərə kralı 2-ci Henrixin keçirdiyi islahatının nəticəsi. Deməli, A variantı, kral hakimiyyəti daha da gücləndi. Bəli, elə uyğun cavab elə budur. İslahatlar nəticəsində daha da güclənmişdir. 2-ci Henrix 1154-89-cu ildə hakimiyyət olmuşdur və kral hakimiyyəti güclənmişdir. 11-ci sual, deməli, Verden müqaviləsi nəticəsində yaranmış dövlətləri xəritədə göstərin. Verden müqaviləsi 843-cü ildə Böyük Karlın 3 nəvəsi arasında imzalanmışdır. Onun nəticəsində deməli Fransa dövləti, İtaliya dövləti, Almaniya dövləti yaranmışdır. Cavab burada 2, 3, 4 A variantı. 12 indulgensiya adlanırdı. 12-ci sualda kilsə məhkəməsi xeyr, katolik kilsəsi rəhbəri xeyr, cənnət qəbizləri. Bəli, Roma papası indulgensiyadan böyük qazanc əldə edirdi. 13-cü sual, Çingiz xan və Əmir Teymurun hakimiyyəti dövrünə aiddir. Çinin asılı ala salınması Çingiz xana aiddir. Əmir Teymur yürüş etsə də vəfat edir yolda. Konstantin mühasirə alınması heç biri almayıb. Cənubi Qafqaza işğalçı yürüşlərin edilməsi. Hər ikisinin dövründə Cənubi Qafqaza işğalçı yürüşlər edilmişdir. 14-cü sual, 15-ci əsrin 90-cı illərinə aiddir. 15-ci əsrin 90-cı illərinə, təqribən 1490-cı illərdə Qüds krallığının süqut etməsi xeyr, Vahid İspaniya dövlətinin yaranması xeyr, 1476-dır. Kordova xilafətinin əmrliklərə parçalanması 11-ci əsrdə idi. Pirinə Renküsü hərəkatının başlanması xeyr, daha erkən olmuşdur. Granada əmirliyi süqut edilməsi, bəli, 1492-ci ildə Pirinə yarımadasında sonuncu müsəlman dövləti Granada əmirliyi süqut etmişdir. 15-ci sual, Qərbi Avropada feodal dağınıqlıq dövrünə aid deyil. Feodal dağınıqlıq dövrü 9-11-ci əsrlərə aiddir. Kapetinqlər sülaləsi 10-cu əsrdə hakimiyyətə gəlmişdir. Frankların Avar xalqlarına qarşı mübarizəsi isə 8-ci əsrə aid edilir. Cavab burada B variantı. 16-cı sual. Fransa kralı 4-cü Gözəl Filip Roma papazı arasında münaqişəyə səbəb olmuşdur. Fransada ilk dəfə baş ştatların çağırılması xeyr, kilsə torpaqlarına vergilərin qoyulması bəli. Qeyd edək ki, hətta 4-cü Gözəl Filipin dövründə Roma papası Fransadan asılı vəziyyətə düşmüşdür. 17-ci sual, Osmanlı hökmdarlarla bağlı sxemi tamamlayan Sultan II. Mehmet və 1-ci Səlim. Yəni onların belə deyək, 2-ci Mehmetlə 1-ci Səlim arasında hansı hökmdar verilmişdir? Sultan deməli 2-ci Bəyazid olmuşdur. Qeyd edək ki, onu da Səfəvilər dövlətlə münasibətləri yaxşı olmuşdur. 1481-1512-ci illərdə hakimiyyətdə olmuşdur. Cavab burada 2-ci Bəyazid. 18-ci sualımız gəlir burada. 18-ci sualımız Göytürk dövləti, 1-ci Göytürk dövləti, 2-ci Göytürk dövləti. Deməli, Çin əsarətinə qarşı baş vermiş üsyan nəticəsində yaranmışdı. Deməli, 2-ci Göytürk dövlətinə aiddir. Kürşadın başçılığı ilə üsyan baş vermişdi. Kürşadın başçılığı ilə üsyan baş vermişdi. Deməli, 639-cu ildə baş vermişdi. Heç bir dövlətə aid deyil. Paytaxtda Ötkən şəhəri olmuşdur. Oxşara gedəcək bu. Sasanlara qarşı mübarizə aparmışdır. 1-ci Göytürk dövlətinə gedəcək bu. 1-ci Göytürk dövlətinə aiddir bu. Deməli, İslami Xaqanın yürüyüşü nəticəsində olmuşdur bu. 3-cü yürüyüş nəticəsində olmuşdur. Deməli, burada D variantı 1-ə gedəcək. Maniçilik rəsmi dini heç birində olmuşdur. Uyğurlar olmuşdur. Beləliklə, verilənlər içərisində deməli, gələcək burada cavab 1, deməli, 1 gələcək burada 1D, 2A, 2A nə idi? 2A bəli düzdür, 2A idi, 3C variantı. 1B, 2 1D daha doğrusu Sasanlara qarşı 1D, düzdür. 1D, 2BC. 2BC. Burada bir dəqiqə belə deyək, Kürşadın başlığı üsyan baş vermişdi. Belə deyək də cavab burada olmalıdır.
deməli bir də qeyd edək, bir dəqiqə. Deməli Çin əsarətinə qarşı üsyan nəticəsində yaradılmışdır. Çin əsarətinə qarşı üsyan nəticəsində bu ikinci Göytürk dövlətinə aiddir. Kürşadın başçılığı üsyan heç bir dövlət dövrünə aid deyil. Paytaxtı Ötkən şəhəri idi. C variantı ortaqdır. Sasanlara qarşı mübarizə aparmışdır. D variantı birinci Göytürk dövlətidir. Maneçilik heç birində deyildi. Beləliklə 1-ə D, 2-yə A, 3'ə C variantı. D, A, C, 1 verilənlər içərisində 1D, 2A, 3C. Bəli, B variantı verilənlər içərisində. 18-ci sualın cavabı deməli belə deyək də B variantıdır. 18-ci sualın cavabı B variantıdır. Düz qeyd eləmişik. 19-cu sual Dehli Sultanlığı 13-cü əsrdə və Dehli Sultanlığı 14-cü əsrdə 19-cu sualdır burada. Ərazisində müstəqil Hind dövləti yaranmağa başlamışdır. Xeyr, 13-cü əsrdə hələ Dehli Sultanlığı idi orada. Abbasilər dostluq əlaqələri yaranmışdır. Bəli, düzdür. Nizami ordu yaradıldı. Bəli, Nizami ordu yaradılmışdı. 13-cü əsrdə, 14-cü əsrdə iqtisad sisteminin tətbiq olunmağa başlanması. Xeyr, 13-cü əsrdə vardı. Məmlüklər hakimiyyətə gəlmişdilər. Bəli, 14-cü əsrdə məmlüklər hakimiyyətdə, yox xeyr, məmlüklər hakimiyyətdə deyildilər. Əmir Teymur yürüyüşünə məruz qalıb 1398-də. 1 B, C, 2 C variantı. Cavab burada B variantı. 20-ci sual Qızıl Ordu dövlətində Baskaq adlanırdı. Baskaqlar adlanırdı. Hərbi şura üzvü xeyr, xanım məsləhətçiləri xeyr. Vergi toplamasına nəzarət edənlər. Bəli, vergi yığılmasına nəzarət Baskaq adlanırdı. 21-ci sual Katolik kilsəsinin Bizans patriarxı ilə olan düşmənçiliyin səbəbi nə idi? Mosul əmirliyinin belə deyək, Mosul əmirliyinin Edilsən ələ keçirilməsi xeyr, səlibçilərinin Bizans üzərinə yürüş etməsinə bəli, düzdür. Səlibçilərin bəli, onlar arasında əvvəldən 11-ci əsrdən kəskin münaqişə vardı, kilsəyə başçılıq etmək uğrunda. Ona görə də belə deyək də bu yürüş belə deyək də baş vermişdir. Avropada 22-ci sual siyasi sərhədlərin müəyyənləşdirən ilk milli dövlət hansı dövlət hesab olunur? Portuqaliya dövləti hesab olunur. 22-ci sualda. 22-ci sualda yeni dövlət yaranmış Türk hökmdarları. Birinci Toğrul Səlcuq dövləti, İstəmi xan dövləti yaranmayır, Mirəqula xan dövləti yaranmayır, Balamir xan dövlət yaratmışdır. Deməli Avropanın dövlətini, Alptəkin də Qəznəvilər dövlətini yaratmışdır. Beləliklə cavab 1, 4, 5. İlk dünya səyahəti nəticəsinə aiddir. İlk dünya səyahəti nəticəsinə aiddir. 24-cü sualda deməli Hindistana dəniz yolu kəşf edildi. Xeyr. Yerin küre formasının olduğu sübut edildi. Vahid dünya okeanı olduğu sübut edildi. Nisbətən asan sualdır. 25-ci sual Ərəb xilafətinin qələbəsində başmış döyüşləri müəyyən edin. Bu ayət döyüşü 732-ci ildə məğlub olmuşdular. Deməli, Bədir döyüşü onda xilafət mövcud deyildi. Ərəb dövləti yaranmamışdı. 624-cü ildə ərəblərin öz arasında baş vermişdir. Deməli, sonra Hilat döyüşündə qələbə qazanıblar Xəzərlər üzərində. 1-ci Əşdəsər döyüşdə Xürrəmlərə məğlub olublar. Talas döyüşündə 751-ci ildə qələbə qazanmışlar. Cavab 3, 5. 26-cı sualı qeyd edək. 26-cı sual Baburun Aqra şəhərini ələ keçirilməsi 1526, Sərdəblər üsyan yatırılması 1366, Pekin şəhərinin Monqol dövlətinin paytaxtına çevrilməsi Xubilay xanın hakimiyyət dövründə olmuşdur. 1260-cı 64-cü ildə. Beləliklə deməli cavab burada 3 2 1 3 2 1 burada. 3 2 1 26 sualda. Uyğunluğu müəyyən edin. Fransa Krallığı, İngiltərə Krallığı. Deməli, söhbət burada 15-ci əsrdən getmişdir. 15-ci əsrdən getmişdir. Anglikan kilsəsi yarandı. Deməli, Anglikan kilsəsi yarandı. Xeyr, 15-ci əsrdə yaranmamışdı. 16-cı əsrdə Jaklar üsyanı baş verdi. 14-cü əsrdə də heç bir nə olmayacaq. Al-Qızılgül, Ağqızılgül başa çatdı 1485, C İngiltərəyə gedəcək. Azinqur döyüşündə məğlub oldu 1415, bəli bu Fransadır. Fransaya gedəcək D variantı. Reformasiya başa çatdı, xeyr 16-cı əsrə aiddir. 1, D, 2, C.
Növbəti siyasi sualı. Osmanlı Sultanı Məsud Mərvə doğru yola çıxdı. 1600 əskəri olan Səlcuqlu bəylər və sultanı izləyir və uyğun fürsət gözləyirdilər. Qəznəvi ordusu Mərvin yaxınlığına gəlib çatdıqda sudan pərişan olmağa başladılar. Çünki Səlcuqlar su quyularını daşlarla və heyvanlı leşləri ilə doldurmuşdular. Qəznəvi ordusu arasında yaranmış çatışmadan istifadə edən Səlcuqlar Qəznəvi ordusu üzərində yürüş etdilər. Mənbədə döyüşün tarixini müəyyənləşdirin. Yazın 1040-cı il. Bəhs edilən döyüşdə Səlcuqların qələbə qazanmasının mənbədə verilməyən belə deyək də əsas belə deyək də səbəbini yazın orada. Qəznəvi ordu arasındakı, Qəznəvi dövləti arasındakı ziddiyyətlər və də idarəetmə sisteminin pozulması idi. Bəhs edilən döyüşdə Səlcuqlu qələbə qazanmasını iki nəticəsini yazın orada. Mərkəzi Asiyada Səlcuqların mövqeyi möhkəmləndi. Xorasan Səlcuqların nəzarəti altına keçdi və onların həyatında siyasi dönüş nöqtəsi oldu. Yəni söhbət burada 1040-cı il Dəndənəkan döyüşündən gedir. Dəndənəkan döyüşündən gedir.